Mənə dəyər verib, məni izləyən, mənə qiymətli zamanını ayıran insanlarla səmimi bir söhbət eləmək istəyirəm. Yəni, mən paylaşımlar eləyirəm. Ağıllı insanlar, düşünən insanlar, yəni vəzifəsindən, yaşından, cinsiyyətindən asılı olmayaraq mən nə demək istədiklərimi həmən tuturlar. Düşünən insanlar. Bəli, mən açıq danışıram, izah eləyirəm, amma nə qədər izah eləsəm də, bunlar biraz dərin məsələlərdir. Yəni, mən özümü nə ağıllı saymıram, nə özümü baş bilən saymıram, sadəcə mən bir şey bilirəm. Yəni, mənə bu şeyləri öyrədən olmayıb. Mənim bu mövzular qarşıma çıxmayıb. Heç bir Azərbaycan platformasında, sosial şəbəkələrdə mən bu haqda bir mövzu tapmamışam. Mən son zamanlarda, axır-axırda Qalib Əsədovu, Orxan bizim İbadovu, bir də Mail Yaqub, yəni sosiolog. Bu üç şəxsin müəyyən mövzularda bəhrələnmişəm, ən çox da Qalib Əsədovda. Və mən qət elədim ki, bu bildiklərimi insanlarla paylaşım. Yenə deyirəm, mən bir şey bildim, anladım ki, bizdən yaxın dostumuz yoxdur. Bizdən yaxınımız yoxdur. Biz millətik, xalqıq və müşahidə elədim, hər şeyi araşdırdım və gördüm ki, hər bir insanın əslində arzu və istəkləri öz əlindədir. Yəni, insan öz maddi durumunu istənilən vaxtı yaxşılaşdırmaq gücündədir. Amma bu mənim qüdrətimdədirsə, mən qazanmaq, yaxşı dolanmaq, kapitalizm quruluşunda mənim əlimdədirsə, mən buna görə kimisə günahlandırıb şikayət frekansında yaşayıb, yəni öz həyatımı bərbad eləyirəm də. Amma mən nə qədər yaxşı yaşasam da, yaşadığım dövlət, güclü dövlət deyilsə, zəif dövlətdirsə, orada mənim milyonçu olsam, ya kasıb olum, heç bir əhəmiyyəti yoxdur. Ona görə də mən düşündüm ki, bu fikirlərimi o şəkildə insanlara çatdırım ki, biz əhatəli olaraq, yəni öz maraqlarımızla bərabər dövlətimizin maraqlarına da xidmət eləyək. Yenə deyirəm, biz ölkəmiz gənc dövlətdir, xeyli nailiyyətlərimiz var. 92-93-cü illərlə müqayisədə şükür bugün yaxşı yaşayırıq. Mən o gün millətçilikdən, dövlətçilikdən bir yerdə bir mövzuda söhbət açdım. Açan kimi başladılar, ay filan, yenə deyirəm, əzizim, bax, qismət və qədər dediyiniz məsələ, bilirsiniz nə deməkdir? Hər kəs, bax, əgər sən bu günləri mən kasıbam, mənim çörək almağa pulum yoxdur, mənim maddi vəziyyətim yaxşı deyil və mən bunu kiməsə bağlayıramsa və buna şükür edirəm ki, bu da mənim qismətimdir və taleyimdir, qədərimdir, bu deməkdir ki, mən öz durumumla barışıram. Yox, əzizim, sənin qismətini və taleyivi həll eləyən məsələ, güc, bax, buradadır. Sadəcə sən oradakı yazını, o proqramı dəyişməlisən. Sənə hər şey verir, yaradan hər şey verir. Sadəcə sən onu qəbul eləmək durumunda deyilsən. Çünki sən ümid eləyirsən ki, o sənə belə gəlib çıxacaq. Yox, belə gəlib çıxmayacaq. Onun da öz qaydaları var. İndi gəlirəm mövzuya. Nə demək istəyirəm? Yəni, mən sizə dediyim fakt olaraq dediyimi təsdiqləmək üçün. Bax, burada bir pauza verirəm. Arzu və istəklərim 26 noyabr 2024-cü il. Daha çox bilmək, daha çox biliyə sahib olmağı niyyət və tələb edirəm, minnətdaram. Sonsuz müdriklik mənə yol göstərir, misilsiz intellekt, üstün zəka mənə yol göstərir, ilahi sevgi və üstün zəka mənə yol göstərir. İlahi güc yolumu çiçəkləndirir və çoxalır. Bu həmin dəftər, həmin kitab və bu doludur bu kitab. Və bu kitabdan da sizə mən öz öyrəndiklərimi, bildiklərimi və sınaqdan çıxartdıqlarımı bir sizinlə paylaşıram. Və yenə də təkrarlayıram. Əzizim, əziz dostum, əziz millətim, dəyərli millətim. Bizim bugün bir problemimiz var. Bizim maddi vəziyyəti yaxşılaşdırmaq məsələsi bizim əslində olduğumuz durumdan asılıdır. Biz ətrafda bildiyimiz hər şey
Her şey bu artık bu sübuttur. Bunun artık başka bir yani alternatifi yoktur. Her şey atomlardan təşkil olunur. Atomlar titreşir. Bak bu atomlardan təşkil olunur. Mən atomlardan hər şey titreşir və hər şeyin də bir frekansı var. Və bu frekans, bu titreşimi biz tuta bilsək, istədiyimiz şey bizim həyatımıza gələcək. Bu belədir, bu əslində böyük bir sirdir. İndi açılıb belə çıxıb ortalığa. Bu bizə nə verir? Bizə onu verir ki, biz yaxşı şeylər çəkib, ən azından heç də verməsə də, sən durub bir iş dalınca gedəndə, bir var ki, əhvalın negativ, belə oturasan, gedəsən. Bir də var ki, ruh yüksəkliyi ilə gedirsən və buna inanmaq bizə ən azından ruh yüksəkliyi verir. İkincisi də ki, göstərdim sizə sübut. Bugün mənim danışdığım şeylər, bax, bu yazıları yazanda bilmədiyim şeylərdir. Amma bugün o bilgi mənə axır, gəlir. Hara baxıram, mənə elm gəlir, bilgi gəlir. Və burada nədir məsələ? Deməyim odur ki, əzizlərim, amma bizim şəxsi məsələlərdən əlavə bizim ümumi bir millət olaraq, bir xalq olaraq, bir dövlət olaraq bərabərliyimiz, birliyimiz yoxdur. Və biz buna görə kimisə günahlandırmaq bizim özümüzü geri salan şeydir. Amma hər şeydən öncə biz yenə deyirəm, tək özümüzü yox, övladlarımızı, gələcək nəsilləri düşünərək bu mövzulara diqqət ayırmalıyıq. Sağda, sola baxmalıyıq. Kim nə danışır, kim nə düşünür və insanlara bunu aşılamalıyıq. Bizim borcumuzdur. Biz övladlarımızı mehriban böyütməliyik. Qoy həmişə sülh olsun, qoy həmişə günəş olsun, qoy həmişə dostluq olsun, qoy həmişə məhəbbət olsun, qoy həmişə sevgi olsun. Bu ruhda böyütməliyik və onlar bir-birlərinə sən haralısan sualını verməsinlər. Sən hansı məzhəbdə namaz qılırsan, sən hansı kənddənsən və bu kimi, o kimi bizi fərqləndirən ayrı seçkiliklər salan suallar verməsinlər. Tək bir bizim qarşımızda bir cavab olsun. Bütün sualların tək bir cavabı olsun. Mən Azərbaycanlıyam və ilk məni sənlə birləşdirən səbəb mənim Azərbaycanlı olmağımdır. Ən zirvədə duran, inancımdan da, etiqadımdan da, məsləyimdən də yuxarıda duran üç rəngli bayrağım Azərbaycanlı olmağımdır. Çünki mənim bundan başqa bu yer kürəsində, bu kainatda həqiqətim yoxdur. Bugün varamsa, yaşayıramsa, mənim tək bir həqiqətim var. O da bax bu arxamdakı üç rəngli bayraq. Vəssalam. Uğurlar.